Herkese selam. YouTube kanalımıza hoş geldiniz. Bugün bir mekana gedirik. Bəli. Hem en çok təriflənən, hem de bəzən linçlənən burgerlərinin dadına baxacağıq. Və sizə düz damak dadları həmişə fərqlidir. Görək necədir. Taksidə dəhşət tıxac var. Amil yorğundur, bilmir hara girsin. Və gəldik çatdıq məkana. Çatdıq deyəndə ki, taksi sağ olsun. Biraz uzaq saxlayıb, hə Amil? Biraz şübhəli. Kombinim necə Amil? Qəşəng zor. Formula 1'ə görə yollar bağlıdır. Amilin keyfi yoxdur. Keyfin var Amil? Formula C bunu eləyiblərsə? Yəni belə olmalıdır. Ne yapalım? Neyək? Axır ki, gəldik. Və artıq məkandayıq. Amil aşkın çıxartdı. Ürəyimiz üzülür. İndi qərarlaşdırıb ki, nə yeyək? Ay, doğru nə demişdik də biz burger yeyəcəyik. Hə. Sadəcə burger setlərinə baxacağıq. Nə görə hansı daha qəşəngdir? Sizə məkanın interyerini də göstərmək istəyirəm. Qəşəng şəkillər çəkdirə bilərsiniz. Əslində orada, sonra burada, belə burada. Sonra bu oğlanla da çəkdirə bilərsiniz. Bizim seçdiyimiz menü budur. Bir dəqiqə açılsın. Deməli, bütün məşhur setləri var çiğsin burada. Məşhur yeməklər daha doğrusu. Burgerləri, çox təriflənən fettuccinoları, takoları, limonatları və kartofillər. Anı, səncə necə olacaq? Mən əslində gözlədim yüksəkdir və sənin? Baxın, belə bir interyeri də var. Burada şəkillə çəkdirə bilərsiniz. Evet. Salam. Sonra belə bir otaqlar var. Getdikcə burada otaqlar çıxır. Hə, Amil? Doğrudan. Labirint kimi uzandıqca uzanır. Peki bura gəlmək oldu ki, uşaqlar üçün otaq. Orada var. Nə qəşəngdir. Deməli, ilkin olaraq limonatları gətirirlər. Hələ ki də baxmırıq. Sonra yellənən taco. Sonra yenidən çəkdə takolar, maraqlı dizaynı var və ən çox nəyi bəyəndim? Baxın, orada soslar hazır versiyada qoyulur sizin üçün. Yəni sifariş eləmişsiniz, nə qədər istəyirsiniz yeyə bilərsiniz. Bəyəndin hə sən də bunu? İstədiyim qədər ketçup yeyə bilər. Yes. Sonra isə kartoşka və isti. Qəşəng belə burgerlər gətiriblər. Çox dadlı görünür. Amil, nə düşünürsən bu haqda? Nəyə Çox dadlı görünmür. Dadlı düşünlər. Burada fettuccino'nun təqdimatı belə olur. Aha. Peki nesin fikrin? Bəli, tamam. Azız nədir? Röpşənli. Röpşən. Bunun tərkibində mozzarella, parmezan, cheddar pendiri, qaymaq, toyuq əti və arabiyata sosu var. Bu bizim restoranın special yeməyidir. Nə qəşəng görsən. Xüsusi menüsə daxil edir. Bəli. Dadlı görünür. Öyləyini baxırsaq. Çox qəşəng görsənir. Məncə təriflədikləri qədər var. Dadı bundan da yaxşı. Birisi keçib Amil sevdiyi üçün tökməyəcəm heç onu. Böyle qabları, mini qabları. Görmək qəşəng. Keçib də keçdi onun içinə. Və mayonez. Mən çox sevmirəm mayonezi, amma... Məncə mayonezdən ketçup qarışdır. Onu da burada qarışdırarıq biraz. Aytəc. Yavru. Amil toqquşdur da, niyə toqquşdurulursun? Birinci limonatların dadına baxır. Aha, Amil. Mega fresh dadı var. Mega? Azərbaycan xahişinin lüğətinə yeni söz seçəcək. Çox yüksək fresh dadı var. Doğrudan çox bəyəndin. Amil hər üç gün bəyənmir ha. İndi məndə kimi baxın, görün necədir. Necədir Aytəc bəy? Doğrudan da çox qəşəngdir. Amma bir dənə hiss elədim. Arxaya çəkir. Başını çəsilir. Bir dənə nə hiss elədim? Nə hiss elədin? Limonlu içirsən çox dadlıdır. Amma sonra bir damcı elə bir ki, acılıq Yaxşı, yeməklər çəkir. Biraz qəribə. Amma məncə bütün limonatların ilkin bünyəsində. Bünyəsində? Kökündə var. Amma biri çox dadlı. Bəsdir. Yəni Amil ancaq mənə məzələnir. Amil bəsdir. Sadı nə danışır? Bütün limonatların tərkibində belə danışmaq istədim. Bağışda.
Deməli, burada burgerləri yemək üçün belə əlcəklər də verilir. Bəli, nigar əllər. Neger əllər silsiləsindən. Amil bəy, xahiş edirəm əlcəklərinizi geyin. Bəli. At dişili, ağzını ayır. Aha, Amil bəy əlcəklərini geyinir. Bir dəqiqə. Burger yeməyə hazırlaşır. Dayandı bir an geyin. Dayandırmıram. Sən məndən necə məzələnirsən, mən də sən elə məzələnirəm. Hadi barmaqları Davay, götür burgerləri, ye tez ol. Aha, diş həkimi olaraq ağzınızı açsın. Aha, buyurun Amil bəy, xahiş edirəm burgeri yiyin, alacam. Bir də bu nədir adı? Üzüyümdür də. Üzüyü. Buyurun. Bir dəqiqə, yeni bir şey deyəcəm. Aha. Bu nə üzükdür? Amil, sən neyvələnsin, mənim stilim odur. Ay, necə dadlı gör. Məncə çox qəşəngdir. Bu arada həm ət, həm də toyuqlu olur bu Nə danışsan burgerlər. bana? Həm ət, həm toyuqlu. Doğuyuqlu. Biz ət Mən seçdik. yuxusu deyil, biraz sor. Yox, ye. Məcbur yeyəcəksən, mən bilmirəm. Ay səni. Necədir? Normal, əla, yoxsa pis? Düz deyil məncə. Pis deyil. Hı-hı. Yəni orta. Ortadan biraz yüksək. Ortadan biraz yüksək. Yaxşı 10 yaxşı 10 10 ballıq sistemdə dəyərləndir. 8, 9, 7,5. ha, 7,5. Bəs limonad? Limonat 9. Limonad 9. Limonat tatlı. Nə dedin? Zibilqamı yoxdur. Bir bal kəsir. Bir bal kəsirsən. Zarfa deyirəm. Belə də qəşəng. Yer atacam. Bəlkə budur. Bu arada biz soruşduq ki, masada niyə zibil qoymaq üçün nəsə yoxdur. Çünki Bəli. burada servis var. Yəni zaten gəlib həmin zibilləri özləri götürürlər. Ona görə 2 bal atırdım. Daha estetik görkəm üçün də belə bir. Ətis fettuccino. Buyur, danışın. Fettuccino nəzədir? Fettuccino belədir. Belə pendirli. Qəşəng. Qaymaqlı, qəşəng. Hı-hı. Yavaş ol. Tərifləri qədər var. Çox qəşəngdir, amma isti-istiyim. Masaya gətirirlər, təqdimat elədilər. Təqdimat elədilər. O dəqiqə çox qəşəngdir. Bəli, yiyin, tez olun. Amir, Anlayır. Amir bəy. İndiyə qədər yediyim fettuccinoların bir nömrəsidir. Çox dadlı idi. Doğrudan da indiyə kimi Amir bir-iki yerdə fettuccino yox, heç birini bəyənmir. Məncə aynı dadlı fettuccino burada. Bunu bəyəndin. Hətta sən mən bişirdiyimi də bəyənməmişdin. Ha. Hə, qal çirsə mən gedirəm. Sushi, başa düşdün? Heç olmasa burgerin yəni zövqlü səndədir. Çünki yekə və doymur. Burgerlə qəşəng mən bişirəm, düz deyir. Oy da inana bilmirəm, yeyirsən. Yəni bu dadlı da. 10 üzərindən neçə verirsən? Qalım, hə, bəs. Da gündü ne? 10 üzərindən neçə? 10 üzərindən 10. 10 üzərindən 10? Dadlıdır. Ha. Mən 10 üzərindən amma 9 verirəm. Niyə? Çünki daha dadlısını yemişəm, amma Amizə də aparmamışam da. İnşallah gedəndə, hətta növbəti məkanlarımız olacaq. Amir yenə qiymətləndirək görək hansı daha dadlı. Adəs fettuccino qalıb, burger qalıb. Nə olub bala? Görməmişsən. Bir-birini qutar da. Məndə çox yemək olmadı. Hə. Mən çox maraqlıdır. Ay, hələ də işsiz qalıb. Bayaqdan sifariş vermişik. Ay, ürəyim qutardı. Ha, nə oldu? 10 üzərindən neçə? Bir dənə də dişləmək istəyirəm. Məncə pendirə batır dişdə. Nəstə. Mən bazım belə bir şey alım. Buyur bazı. Ağzım səndirdir. Nə? Ağzım səndirdir. Yox. Zəhmət olmasa deyin, necədir? Dadlı da xoşuma gəldi. Yəni gəlib bir də yeyərəm. 10 üzərindən. Amma o da dəhşət belə deyil. 10 üzərindən 6 verərəm. Daha dadlı burgerlər Ayıb yemişəm. olsun. Ayıb. Yox, daha dadlı burgerlər yemişəm. Bəsdir. Əslində elə bir burgerdir ki, adam belə yedikcə yemək istəyir. Yəni dadsız burger deyil. Çünki çox yumşaqdır. Mədəsində əzib gedir adam. Ağzında demək istədim. Ağzında. Mədəm ağzı belə hop hop. Mədəsində ağzında da oradan da əlik. Biz susmadan çox güldüyə bu ki, məkan abı havasıdır. İşçilər o qədər səmimidir ki, həqiqətən. Hə.
Dadlıdır, amma dediyim ki, mənim damaq dadıma görə nə dadlı burgerlər var. Biz ət tərkibli burgerləri çox sevmirik də. Əsas toyuq yeyirik. Toyuq olsaydı. Məncə bayılacaq. Məsələ. Məncə bayılacaqdı. Şey. Bilirsin, qəbul toyuq yeyək. Ha. Mən TikTokdakı dinçlərdən nə görmüşdüm? Görmüşdüm ki, yazmışlar ki, ət bişməyib. Yəni Məncə bir şey yox. elə bir şey yox. Boş söhbət. Hər şey də bişib yəni. Hə, taxılandırına bax, da götürmüsən. Yalanlar yazıb diyorum, qoyma. Nəysə. Taxılandırına baxırıq. Görünüşü çox qəşəng. Tart. Niyə sosdan istifadə eləmədin? Cənab Amin. Toyuqlu, hə? Taxılı toyuqlu. Salam eləyik. Siz orada toleranmısınız? Ağzımda Hı. 70 min dənə dad var da. Çoxlu dad hiss elədin. Aha. Şimdi hansına 10 bağlasın. Ən çox hansı dad hiss elədin? Turş bir dad hiss edirəm. Ən çox maraqlıdır. Aha. Soslu yəqin o. Dən sosdan deneyim. Ümumi nöqteyi nəzərdən bəyəndin. Ha. 10 bal. Nöqti. 10 bal üstünə. Bir dəqiqə bir deneyim də şeylə. Amin bəy, siz o YouTuber amilsiniz. Aha. Çox gözləyirsiniz. Nə yaptı? Bunlar arasından ortalama bəyəndim yəni. Orta. Bunlardan mükəmməl deyil, amma Hə. bəyəndim. Mükəmməl sırasına qoymadın. 10 bal üstünə. 6-7 arası gedib gəlir. Aha, mənim çox maraqlı oldu yo. Elə kartof fri burdadır. Kartof frinin dadına bax. Hı-hı. Sos Yenə neydi? götürdüm. Kartof. Kartofil necədir ha? Bu da burger üçün Bəs ağızda əriyib gedir. 8 puan verir. Çünki yediyim kartoflara çox oxşuyur. Məşhur frilərə oxşuyur demək istəyirsən. Qəşəngdir. Görünüşü də qəşəngdir bu arada və baharatlıdır. Düz, Çox düz. deyil də baharat adam ürəyini bulandırmır. Artıq xanım taco götürün. Artıq xanım yenirsiniz buradan. Götürdüm amma mən biraz sosa batıracağam. İçini göstərin artıq xanım. Bildim sən niyə çox bəyənmədin. Çahı var. Sən çahı yemirsən. Yox. Yox. Dəxli yoxdur. Necə tutar da? 10 bal üstünün 9. Oo, bəyəndin ha? Tamamdır. Elə gedirik ki, bizə desert hədiyyə elədilər və görək desertlərin necə dadı var. Bəli. O cevizli brownie. Geçen görsən. Ay, sizi Olsun. neler yapıyorsunuz? Amil yerim ayakçıma. Aha, Amil Bey, yaxşı gülməyi sarın. Buranı yenə özəl menüsünə daxillaşdırın yaxşıdır. Bayaq təqdimatını gördünüz. Şimdi düzü çox şirin olduğu üçün dondurma ilə mix olunur. Amil hər ikisindən götürür, zəhmət olmaz çəngələ. Aha. Necə imkanıdır. Çox dadlı. Tutamıyorum mən hədə. Başa düşmürsən? Çox qarışıqdır. Bir dənə. Kastıma girer şef. Aha. Dondurma qəşəng. Doldurma qəşəngdir. Bəs şokolad? O da qəşəng. Amma sən dediyin kimi çox şirindir şokolad. Dondurma ona görə lazım imiş. Nə qədər ümumi? Ümumi xal nə qədər verərsən? 7-8 arası gedib gəlir. 7.5 deyirəm. Şirinliyinə görə mən o qədər şirin sevmirəm. Başlayarsın da. Üzr Üzr istəyirəm abi. Mən çay qabınıyam. Sən sevərsən, sevməzsən məni. Çayları olayır. Baxın,
Sırf şirniyyatı götürürəm, hələ ki dondurma ilə qarışdırmıram. Yok. Tamam. Görək nə olacaqdır. İndi dondurma ilə biraz qarışdırırıq. Ay qutar da Aytəs. Onun üzərindən bal da tez ol. Doğrudan da düz deyirlər. Dondurma ilə qarışdırıb yeyəndə 8, dondurmasız 5 al. Həqiqətən dondurma onu sıxlar. Dadır. Deməli, Deməli. ümumi dəyərləndirmə elə. Məsələn, restorana, ab-havası, xidmət və yeməklər hamısı bir yerdə qarışdırsaq 10 üzərindən 7,5. Xidmət əladır. Sonra o bəzi nüanslar qeyd edirik, onlar da əladır. Sadəcə olaraq mən yeməklərdən kəsdim də, Amir, kəsdiyim balları ümumi kəsdim. Məsələn, burgerdən kəsdim, ondan sonra limonatına biraz ağırlıq hiss elədim, sonda oradan kəsdim. Həm də niyə belə mən rəqəmlərdə niyə yer qoyuram, şərti yer. Məsələn, biz gedərik ev məkanda elə bir taco yeyirik ki, deyirik, daha 2 video bundan əvvəl yediyimiz taconun dadını unudun da, yəni, başa düşdün. Amma ümumilikdə mən sizə deyim ki, o dinçilər eşitmişdizə ki, hansı TikTok Mən hamısı yalandır. Məncə hamısı yalandır, çünki biz bura gələndə burada müştərilər var idi. Bizə necə xidmət göstərilmişdisə onlara elə xidmət göstərilmişdi. Yeməklərin görünüşü də eyni idi. Yəni bu burgerin içindəki ət o qədər bir fresh dadı var ki, ona hansısa bir nə bilim həngiz, yəni damaq zövqləri başqadır. Gəlib yeyirsiniz, deyir 10 üstündən 15. Biz özümüzə gəlir və bilirsiniz ki, biz nə paylaşaq, heç birində yalan yoxdur. Bəli. Çünki bizim kontent əvvəlcədən yemək içmək olub. Nə varsa odur da, yəni. Siz bu məkana gələrsinizmi və yaxud da gəlmisinizmi? Növbətdə hara gedək, sizə hara maraqlıdır? Bəli. Ya da Tez. abunə olmağı, like etməyi unutma. Sağ olun. Sağ ol.